Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 29-udur, həftənin çərşənbə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Baş prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib. Bununla bağlı News 365 az saytı Baş prokurorluğun məlumatına isnadən bildirir. Bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdürü, hazırda həmin qurumun rəyasət heyəti aparatının Sosial Xidmətlər Şöbəsinin müdürü Elton Məmmədov Arzuman oğlunun baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb. Bildirilir ki, Ameyada baş verən qanunsuzluqlar barədə baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində Cinayət Məcəlləsinin 179 4-cü xüsusilə külli miqdarda ziyan vurmaqda israr etmə və 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ibtidai istintaq davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bununla yanaşı mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov baş prokurorluğa dəvət olunub. Ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.